Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugünkü mövzumuz Uyğur və Xəzər xaqanlığı olacaq. İlk öncə başlayaq Uyğurlardan. Uyğurlar kimlərdir? Türk mənşəli tayfalar olmuşlar və Mərkəzi Asiyada yaşamış türk dilli tayfalar idi. Və Uyğurlar haqqında ilk məlumat 2-ci yüzillikdə verilmişdi. Bir müddət Göytürk dövlətindən asılı olmuşdular. Bəli, təbii ki, biraz sonra danışacağıq. Göytürklərin süqutundan sonra müstəqil olacaqlar. Və mahir oxçular idilər. Başlayaq dövlətin yaranmasından danışaq. Görək kim tərəfindən yaradıldı. Demək, 744-cü ildə 2-ci Göytürk dövlətinə qarşı Uyğurların qiyamı baş verir və 2-ci Göytürk dövləti süqut edir. Və yerində nə yaranır? Hansı dövlət yaranır? 744-cü ildə Uyğur xaqanlığı yaranmış olur. Və Ordu şəhəri dövlətin paytaxtı elan olunmuş olur. Vəfatından sonra isə, yəni Qutluq Bilgənin vəfatından sonra isə hakimiyyətə Moyonçur xaqanı gəlmişdi. Moyonçur nə edir? Taxta çıxması zaman narazılıqla qarşılansa da bir müddət sonra hakimiyyətini möhkəmləndirir. Və 751-ci ildə ərəblərlə çinlilər arasında baş vermiş Talas vadisindəki döyüşdə çinlilər məğlub olur və ərəblər baxmaq ki, qalib gəlir, amma Mərkəzi Asiyadan geri çəkirlər və həmin ərazilərə Uyğurlar sahib çıxmış olurlar. Bəli. Və bu məğlubiyyətdən sonra Uyğurlar Çinin daxili işlərinə qarışmağa başlayırlar. Belə ki, anası türk olan Çin sərkərdəsi ölkəsində imperatoru devirib hakimiyyətə salır. Bu zamanda Çin imperatoru Uyğur xaqanına müraciət edir, kömək istəyir ki, hakimiyyətini bərpa eləsin. Və bu zamanda Moyonçur Çinə yürüş eləyərək imperator hakimiyyətini bərpa edir. Və Uyğur xaqanlığı Çində olan bu arada Tan sülaləsini himayə etmişdi. Onları qiyamçılardan və Tibetlilərin hücumundan qorumuşdular. Əvəzində də Uyğurlar deyirdilər ki, biz sizə hər il ipəklə xarac verəcəyik. Amma bizi bu Tibetlilərin hücumlarından qoruyun. Bəli, Bölgü xaqandan danışaq. Uyğurların Çin üzərində nüfuzu daha da artır. Bölgü xaqan dövründə Çinin bütün ticarət yolları, ticarət əlaqələri Uyğurların nəzarətinə keçir. Çinə hücum edən Tibetliləri məğlub edirlər. Baxın, testə düşəcək burada. Asiya Hun dövlətinin başçısı Mete Tanhu ilə Bölgü xaqanın oxşar cəhəti nə idi? Hər ikisi də Tibetlilərlə müharibə aparmışdır. Bəli, Bölgü xaqan və ətrafı maneçilik dinini qəbul edir. Təbii ki, bu da Uyğurların döyüş ruhunu aşağı salır və dini pərakəndəliyə gətirib çıxarırdı. Çünki maneçilik dini müharibələrə qarşı idi. Ona görə də bu isə Uyğurlara uyğun gəlmədi. Bunlar ancaq döyüşkən tayfalar, döyüşkən xalqlar olmuşlar. Və iqlim dəyişikliyi, xaqanlara qarşı sui-qəsdlər, maneçiliyin yayılması, həmçinin tabe edilmiş xalqların üsyanları nəticəsində Uyğur dövləti zəifləyir. Və 842-ci ildə Qırğızların üsyan nəticəsində Uyğur dövləti süqut etmiş olur. Və burada da bir-iki qeydlər var. Bunları da yadda saxlayın, kifayət elə. Uyğurlar yüksək şəhər mədəniyyətinə sahib olmuşlar. Avropalılardan öncə kağız istehsal etmişlər, mətbəə yaratmışlar və mani dinini yayılmışdır ölkədə. Kitab çapını Çinlilərdən öyrənmiş, ərəblər isə Uyğurlardan öyrənərək Avropaya yaymışlar. Bəli. Bu da Uyğur dövləti haqqında. Keçid alırıq Xəzər xaqanlığına. Demək, Xəzərlərin və Barsillərin, biz bunu Azərbaycan tarixi mövzusunda da bu türklərin köçü zamanı Azərbaycana gələn türk axınlarından danışırdıq. Və 198-ci ildə deməli, Xəzərlərin və Barsillərin birləşmiş qüvvələri, bax bu hissədən, buradan Dərbənd keçidindən keçərək, yəni Çola qapıları Dərbəndi nəzərdə tutur. 198-ci ildə həmin ərazidən keçərək, sonra isə Kür çayını keçib onun ətrafına səpələnirlər. Bəli, və 7-ci yüzilin ortalarında Qərbi Göytürk dövləti süqut edir və onun süqutu nəticəsində yaranmış olur. Ona görə də biz deyirik ki, Xəzər xaqanlığı Göytürklərin varisləri hesab olunur. Bəli, Qafqazda yaşamış tayfalar idilər. Paytaxtı Bələncər, Səməndər, İdil şəhərləri olmuşdur. Bax, burada göstərib 3 dənə paytaxt. Bələncər, İdil, Səməndər şəhərləri Xəzər xaqanlığının paytaxtı olmuşdur. İdarəetmədə qısa deyim, dövlətdə birinci şəxs xaqan idi, ikinci şəxs isə xaqan bəy idi. Dilləri türk dili, Xəzər dili idi. Böyük Bulqar dövləti zəifləyəndən sonra onun ərazisinin xeyli hissəsini ələ keçirmişdilər. Sasanilərin Azərbaycanda möhkəmlənməsinə imkan verməmişdilər, ərəblərin Şərqi Avropaya irəliləyişini dayandırmışdılar. Bəli,
Təbii ki, Azərbaycan bu çox güman şimal ərazisini nəzərdə tutur. Çünki artıq Sasanlar Azərbaycanın cənubunda tamamilə demək olar ki, möhkəmlənmişdilər. Şimalda isə daxili müstəqillik qorunub saxlanılırdı. 8-9-cu əsrlərdə Şərqi Avropada Xəzər asayiş dövrü adlanan, bu testdə düşür bu cümlə. Deməli, bu dövrdə Slavyanlar Desna və Dnepr çaylarında məskunlaşırlar. Cənubda ərəblərlə uzun sürən müharibədən sonra şimala doğru çəkilir və Şərqi Slavyanların tabe edib onları vergi ödəməyə məcbur edirlər. Biz bunu Azərbaycan tarixində Xəzər-ərəb müharibələrində keçmişik. 643-cü ildə başlayır Xəzər-ərəb müharibələri, 8-ci əsrin sonlarında başa çatır. Təbii ki, Xəzərlərin məğlubiyyəti ilə. Və 8-ci yüzillikdə Xəzər xalqanlığında Musəvilik, yəni Yəhudilik dini yayılır və bununla yanaşı dini ayrı-seçkiliyə amma verilməmişdir. Düzdür, müxtəlif dinlər olsa da hər birinə ayrı-ayrılıqda belə deyim də ayrı-seçkilik olmayıb. Yəni hər kəs öz dini etiqadını qoruyub saxlayır. Xəzərlərdə ticarət demək ki, bu testdə düşür. Bu testdə düşəcək, qarşınıza çıxacaq. Xəzərlər ticarətdə əldə etdikləri gəlir, həmçinin ərazilərindən keçən karvan yollarına alınan gömrük və tabe edilmiş xalqların ödədikləri vergi hesabına güclü ordu qurmuşdular. Bəli, süqutu necə idi? Ərəblərlə aparılan uzun sürən müharibələr, 643 Bələncər, 653 2-ci Bələncər, sonra Savalan döyüşləri, Hilat döyüşləri və s. Bu kimi döyüşlər düzdür Xəzərlərin qələbəsinə başa çatsa da, sonunda ərəblər üstünlüyü ələ alıb Xəzərləri şimala doğru sıxışdırırlar. Həmçinin Peçenegilərin hücumları, dini pərakəndəlik təbii ki, dövlətin zəifləməsinə gətirib çıxaracaq. Və 965-ci ildə Kiyev knyazı Svyatoslav paytaxt İdili tutaraq xaqanlıq süquta uğradı. Və sonunda bir dənə bu qeyd edeyim, Xəzərlərin adına 12-ci yüzilliyə qədər rast gəlmək olur. Bu da Uyğur və Xəzər xaqanlığı. Sağ olun, hər birinizə uğurlar.